marketingin hədəfi insanları aldadaraq onlara lazım olmayan nələrisə satmaqdadır. Məsələn, hal-hazırda videonu çəkirəm telefona. Telefonun 3 kamerası var. Mən bundan cəmi birini istifadə edirəm. Makro çəkiliş üçün qarışqanın tüklərini nə vaxt çəkmisiniz axırıncı dəfə, özünüzə sual verin. Və ya gülün üzərindəki qarışqanı nə vaxt çəkmisiniz? Bu ümumiyyətlə bizə lazımdırmı? Yox, amma bu kameraya görə də biz ödəniş etmişik. Və marketoloqlar bizə inandırıblar ki, bu bizə lazımdır. Eyniliklə qulaqçıqlar. Yadınıza gəlir, artıq o kabelsiz qulaqçıqlar çıxdı, hər kəs aldı və kabellilərə baxırdılar ki, Allah sən köhnədə qalmısan. Bu nə idi? 300-400 dollara qulaqçıqları bizə satdılar. Bugünkü gün heç birimiz onu istifadə etmirik, baş ağrısı var və yenə xətli qulaqçıqlara dönürük. Burada məğz birdir. Marketoloqlar bizi aldadaraq bizə lazım olmayan nələrisə satmağa çalışacaqlar. Biz isə bizə lazım olmayan nələrisə alaraq, həyatımızı sərf edərək daha çox işləməyə məcburuq. Çünki bütün bunlara biz pul yox, həyatımızın vaxtı ilə ödəniş edirik. Ona görə nəsə almaqdan öncə ölçün, biçin, götür-qoy edin və fikirləşin. Bunu alaraq həyatımdan bir neçə gün, bir neçə saat, bir neçə ay verməyə dəyərmi?